Məlumat verən Elmar İskəndərovun sözlərinə görə İndoneziya parlamentinin bu cür müraciətinə səbəb Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. İndoneziya Respublikasının parlamenti, həm Indoneziya Respublikası parlamentinin Xalq Nümayəndələr Palatasının birinci komissiyası, həm də Indoneziya Respublikası parlamentinin Xalq Nümayəndələr Palatasının rəhbərliyi İndoneziyanın Dağlıq Qarabağ münaqişəsində və Xocalı soyqırımında mövqeyini əsas gətirərək artıq Indoneziya hökumətinə Ermənistanın Cəsarətlə təsirli yapmasının tərəflər salınması üçün müraciət etdiyini qeyd etdi. O bildirdi ki, Dağlıq Qarabağ və Xocalı soyqırımı məsələsində Indoneziyanın mövqeyi dəyişməzdir. İndoneziya Parlamenti Xalq Nümayəndələr Palatasının sədri Ermənistanın Dağlıq Qarabağı işğal etməsi nəticəsində ölkəmizə dəyən 300 milyard Amerika Birləşmiş Ştatları dollar dəyərində zərərin kompensasiya şəklində Azərbaycan tərəfinə ödənilməsini də vacib hesab edib. Ermənistanın bütün qüvvələrinin Azərbaycan Respublikasının işğal altında olan bütün ərazilərini dərhal, tam və qeyd-şərtsiz tərk etmələrini tələb edir. Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindən qovulmuş əhalinin öz evlərinə qayıtmasına dair ayrılmaz hüquqlarını bir daha təsdiq edir. Və sonda o qeyd etdi ki, İndoneziya xalqı Dağlıq Qarabağ münaqişəsində və Xocalı soyqırımı məsələsində Azərbaycan xalqının mübarizəsini və haqlı mövqeyini bütünlüklə dəstəkləyir. İndoneziyalı spiker Xocalıda insanlığa qarşı cinayətlər törədən şəxslərin məsuliyyətə cəlb olunması, eləcə də onlara qarşı məhkəmə və hüquqi proseslər həyata keçirilməsinin vacibliyini də vurğulayıb. Bəxtiyar Səlimov, Carçı. Qarabağa dair mərkəzləşdirilmiş internet